Salam! Sevgilər günü yaxınlaşır və mən düşündüm ki, sevginin ən gözəl təcəssümü və ən gözəl təzahürü nədir? Özünə sevgi. Çünki özünü sevməyən heç kəs başqasını sevə bilməz. Bugün sizin üçün çox dadlı, sağlıqlı, özünüzə sevgi ilə və ləzzətlə yaxınlaşacağınız bir şirniyyat hazırlayın. Süzmə qatıq da olar, labne pendiri də olar. Sağlıqlı yaşamın imtina edilməz məhsulu chia toxumu, süd, qəhvə. Mən zəfəranlı bal əlavə eləyəcəm, amma siz istənilən baldan istifadə edə bilərsiniz. Dostlar, bunu soyuducuda bir neçə saat gözlədirik. Ola bilər gecədən də gözlədə bilərsiniz. Təbii ki də mən axşam hazırladığımla davam edəcəm. Şəffaf qabda həm qəşəng görsənəcək. İndi görəcəksiniz ki, biz necə qatlar eləyirik. Aralarına yulaf, acı şokolad təbii ki sağlıqlı olsun deyə və üzərindən quru çərəzlərdən badam əlavə edirəm, amma siz istədiyinizi əlavə edə bilərsiniz. Aralara mən gilə meyvələri də əlavə edəcəm. Bir dənə yerik. Bir dənə də yeri, qalanını əlavə edirəm. İndi dostlar, ən önəmli hissələrdən biri üzərinə şokolad içində olmayan, amma şokoladlı bir sos hazırlayırıq. Mən əgər tək daxil oluramsa bu sevgilər gününə, məncə sizin düşünməli olduğunuz çox şey var. Turayna xanım, ürəyiniz boşdur. Boşdur. Reqoldla dolub bura, amma bura boşdur. Bütün hallarda bura boşdur, ona görə nəzərə alarsınız. Bunu kimə hazırlasanız, səni sevirəm deməsəz də olar. Çok güzeldi. Nasıl olsun?